Hər vaxtınız xeyir. Mən bugün qiymət artımından danışmaq istəyirəm. Çünki mənə belə gəlir ki, bəzi işbazların işidir qiymət artımı. Çünki ciblərini doldurmaq üçün bunu eləyirlər. Dövlətimizə zərər vermək üçün, insanları incitmək üçün bunu eləyirlər. Ona görə də mən bu barədə danışacağım. Çünki son vaxtlarda həqiqətən də qiymətlər çox artıb. Bu arada mənim səhifəmə abunə olun, bəyənin, paylaşın və az sonra canlı yayımda həmkarım Asif Bağırovla olacağıq. Əmlak bazarında qiymət artımından danışacağıq. Amma hələ ki mən əmlak bazarını danışmaq istəmirəm, ümumiyyətlə qiymət artımı danışmaq istəyirəm. İllah da ki bu ərzaqlardan. Çünki pal-paltar mən belə başa düşürəm ki, hamı sifariş eləyir müəyyən saytlardan daha ucuz. Ona görə də müəyyən geyim brendləri var ki, artıq bağlanmaq üzrədirlər. Amma mən istəyirəm deyim ki, bir şokolad var idi. Mən onu evə alırdım. 17-18 manata kilosu. Və çoxdan da şirin yemirəm deyə onu ala bilmirdim. Çünki şirin yemirdim. Evə almırdım ki, yeməyim. Və bu yaxında mən o şokoladı gördüm. 18, 17, 18 ən baha 20 manata aldığım şokoladı mən bir marketdə 99 manata, digərində 104 manata gördüm. Yəni bu biri var, yarı-yarı qaldırasan, 100% naçenka ilə qaldırasan. Bu 20 manatsa 100% naçenka ilə qaldıranda bu 40 manat olmalıdır. Hətta 200% ilə qaldıranda bu nə bilim bu olur 60 manat. 300% ilə 80%. Yəni bu artıq 600-700% naçenka gəlir bunun üstünə. Yəni qiymət dəyərindən olduğu qədərindən artıq gəlir. Bu nəinki bunda özün büruzə verir. Bu istifadə elədiyimiz bir çox məhsullarda özün büruzə verir. Kərə yağlarında zaten keyfiyyəti də yaxşı deyil. Tək-tük kərə yağlar var ki, onların keyfiyyəti həqiqətən yaxşıdır. O da belə. Amma bugün müqayisə eləyəndə başqa ölkələrlə orta aylıq ən aşağı əmək haqqı 400 manat olan Azərbaycanda məncə bu qiymətlər çox bahadır. Mən ətdən hələ danışmıram, ətin qiyməti lap bahadır. Mən müəyyən, bilirsiniz, niyə mən bu mövzunu danışmaq istəyirəm? Çünki mənə belə gəlir ki, müəyyən marketlər var, müəyyən mağazalar var ki, onlar yalandan bunu eləyir. Bir də görürsən ki, məsələn 35 manat 99 qəpik olan lap tualet kağızı olsun 36 dənəli qoyublar ora, endirimə düşəndə bu olur 14-15 manat. Yəni bu əgər 14-15 manat endirimə düşəndə bu siz neçə faiz, 60-70% endirimə salırsınızsa, deməli bunun qiyməti hardasa o civarlardadır. Belə olan halda o niyə o birdən-birə o qiymətə qalxır? Çox zaman da, yəqin siz də rast gəlmişsiniz, o qədər mən rast gəlmişəm ki, istər geyim dükanlarında, istər ərzaq dükanlarında baxırsan ki, yazıblar, məsələn, 22 manat, endirimdə 18 manat. 18-i belə cıranda baxırsan ki, altında bu 16 manat olub. Bu 22 manatın altında 20 manat olub, 18-in altında 16 manat, yalandan bunu qaldırıblar. Yəni yalancı endirimlər vurublar üstünə. Amma niyə belə olmalıdır ki? Niyə belə olmalıdır ki? Nəyə görə müəyyən işbazlar, müəyyən kiçik böyük sahibkarlar ciblərini doldurmağı insanların cibinə girmək, haqqına girmək hesabına eləməlidirlər? Nəyə görə bu nəzarət niyə olmamalıdır ki? Bu nəzarət üçün mütləqdir ki, yuxarıdan olsun, hərə özünə nəzarət eləsin də. Yəni, yenə deyirəm, başqa vaxt danışanda dindən, imandan danışırlar, biz əməli salihi, biz heç kimin haqqına girmərik, girirsiniz axı. Buna görə mütləqdir ki, yuxarıdan təpənizə bir yumruq vursunlar. Buna görə mütləqdir ki, sizə, nə bilim, gəlsinlər, cəza versinlər, sizi danlasınlar. Yəni, özünüz bir vətəndaş olaraq, özünüz bir ölkə olaraq, minimal əmək haqqı 400 manat olan bir ölkədə siz necə qiymətləri süni şəkildə bu qədər qaldıra bilərsiniz? Yəni, bu əslində məyus edici bir haldır. Çünki nəzərə alsaq, minimal əmək haqqı 400 manatı nəzərə alsaq, bir ailə nə qədər qazanmalıdır ki, bu ərzaqları, yenə deyirəm, geyim çox adam sifariş edir, saytlardan gətirir, daha ucuz olur. Amma bu yeməyi necə eləsin? Geyim bir paltarı 2-3 il geyinə bilərsən, amma bu yeməyi hər gün yiyirsən axı. Necə ola bilər ki, endirimə düşəndə baxırsan ki, 50 manatlıq bir şeyi endirimlə yendirirsiniz, 20-30 manata verirsiniz.
15 manata verirsiniz. Demək bunun maya dəyəri daha ucuzdur da. Yaxşı, buna kim nəzarət eləyir? Bu qiymətlərə nəzarət edən qurum hansıdır? Niyə nəzarət eləmir? Yəni eyni məhsul nəyə görə müxtəlif yerlərdə müxtəlif qiymətləri olmalıdır? Yəni buna nəzarət edən bir qurum var axı, varsa hanı? Yəni deməyim odur ki, mənim əzizlərim, bu qiymət artımı hamı kimi məni də narahat eləyir və mən düşünürəm ki, burada müəyyən işbazların işidir, ciblərini doldurmaq üçün bunu eləyirlər, süni şəkildə bunu eləyirlər. Yəni və buna nəzarət sadəcə olaraq nəzarətsizlikdir. Nəzarət isə insan özü-özünə sahibkar, özü-özünə bir nəzarət eləməlidir də. Bir var yavaş-yavaş cibini doldur, biri var birdən doldur, amma təpəndən də bir qapaz vursunlar. Neyse, az sonra mənim əzizlərim, bugün qısa danışdım bu barədə. Bu barədə daha geniş danışacağım. YouTube kanalına yeni gəldiyimə görə. Ona görə bu barədə ümumiyyətlə bilirsiniz də, mən daha çox əhval-ruhiyyəni qaldıran humoristik səhnəciklər paylaşırdım. Amma əgər bugün mən gəlmişəmsə YouTube kanalına, bu barədə danışıramsa və təzəyəmsə, demək ki, bunun ardı olacaq. Daha maraqlı olacaq. Növbəti dəfələrimizdə mən bura ixtisasçıları da dəvət eləyəcəm. Mən bura yəni bu işin peşəkarlarını da dəvət eləyəcəm. Bugün isə mən hələ ki bir vətəndaş mövqeyimi ortalığa qoyuram. Bugün hələ ki bir ictimai insan olaraq öz mövqeyimi ortaya qoyuram ki, yəni bu doğru deyil. Bu yanlışdır və bu yanlışda hərə özünə, öz peşəsinə, xidmətinə, xalqa xidmətinə nəzarət eləməlidir. Az sonra canlı yayımda olacağım Asif Bağırovla. Biz bugün əmlak bazarındakı artımdan danışacağıq mənim əzizlərim. YouTube kanalıma abunə olun, bəyənin, paylaşın. Sizi maraqlandıran mövzular varsa lütfən yazın. Yazın, bölüşək, paylaşaq. Ən azından bəlkə kimlərə səsimizi çatdıra bilərik. Təşəkkür edirəm.